Deməli, biz danışdıq ki, CSS nə üçündür? Ön hissəmizdə olan şəkillərimizə rəng, ölçü, uzunluq, hündürlük, sonra dairə şəklinə salmaq üçün istifadə olunan nədir? Belə deyək də, mətin stil vermə dilidir. Tamam. İndi bəs mən buradan bir dənə bir sual çıxardıram. Bəs CSS olmasaydı görüntülər necə olardı? Yəni, bizim CSS-imiz olmur. Buyur Camal. Denən ələ görək necə olardı? Mən boz, qara, ağ. Əslində bəli, CSS olmasaydı bizim görüntülərimiz sadəcə qara ağ olardı, boz da yox. Və görüntüdən də əlavə çox dağılardı. Gəlin kiçik bir belə deyək, sizlə iş görək. Mən gəlim bu saytımda istifadə olunan, yəni bu Facebook var, Facebookda istifadə olunan bütün CSS-ləri silim. Mən bunu bir dənə proqram vasitəsilə eləyəcəm. Deməli, məndə bir ədəd tool var. Bu tool nə iş görür? CSS-ləri deaktiv edir. Tamam. Gəlirəm bura, CSS. Baxın. Bütün siz nə günə qaldı? Bayaqki hər kəs görür buranı? Görür hər kəs? Bəli. Baxın. Bu bayaq Facebookdur. Bütün şəkillər buradadır, bütün yazılar buradadır. Amma görürsünüz nə pis günə qaldılar. Hər şey tamamilə itdi. Görürsünüz? Görürsünüz? Amma yazıların falan hamısı burada qaldı. Sırf HTML-də qaldı. Buyur, kiminsə nəsə deyildi? Mən kurs bitdikdən sonra biz bunları özümüz hazırlaya biləcəyik. Məsələn, hər hansısa bir saytda düzəltəcəyik. Bəli, zaten kursun məqsədi odur. Bizim tələbələrin burada yazdığı, indi belə deyək, kiçik saytlar var, dərs ərəfəsində yazıblar. Mən də onları birazdan sizə tanışdıq üçün göstərəcəm. Bu çatdımı CSS olmasa nə işə yarayar? Belə deyək də, necə olar saytlarımız? Çox CSS-i qaytardım yerinə. Görürsünüz nə gözəl görüntü alındı? Tamam. Gəlin üçüncü nüansa keçək. Məhəmmədin sualına, bəli Məhəmməd, gördüyünüz bütün saytların və yaxud da gördüyünüz, bildiyiniz hər hansı bir saytın görünüş hissəsini hazırlamaqdır. Kursun hazırlamağı öyrətməkdir. Kursun məqsədi. Aydındır? Belə. İndi keçək üçüncü mərhələyə. Biz dedik ki, üç dənə alət lazımdır dedik də. Frontend yazmaq üçün 3 dənə ana alət lazımdır. HTML, CSS, bunlardan üçüncüsü adlanır JavaScript və yaxud da qısa şəkildə buna JS deyirlər. JavaScript nədir? Bizim gördüyümüz HTML və CSS sadəcə şəkilləri, ölçüləri, yazıları ekrana qoymaq üçündür. Biz JavaScript vasitəsilə isə misal üçün sizə bir dənə misal vereyim. Məsəl üçün mən bir dənə oyun düzəltmişəm. Oyunuma bir dənə əsgər qoymuşam. Fərz eləyək ki, oyunuma bir dənə əsgər qoymuşam. Bu əsgərin əlində bir dənə silah var. Əsgər hərəkət eləməlidir. Əsgəri mən ora HTML vasitəsilə qoyuram. CSS vasitəsilə bunlara rəng verirəm. Əsgəri hərəkətə gətirmək, əsgərin güllə atmasını təmin eləmək və yaxud da əsgər tutaq ki, əlində avtomat var, bu avtomatla atəş açır, güllə atır və s. Bu kimi şeyləri mən təmin edirəm nə ilə? JavaScript vasitəsilə. Amma dili deyil. Yuxarıda dediklərimizin üçü, yoldaşlarımızdan biri gəldi. Qoşulsun yoldaşlarımızdan biri. Alo. Salam. Bağışlayın, qoşuldum. Eybi yoxdur, Elşən. Biz biraz yüngülvari məlumat verdik. CSS barədə video dərsliyində düşüb o. Qısa sənin üçün də deyim, böyük bir şey keçməmişik. Deməli, CSS nədir? CSS olmasa bizim saytlarımız necə görsənərdi? Mən onu göstərdim. Baxın, qısa deyək, bir formada görsənər. Mənim proqramım var burada. Mən buradan bütün CSS-ləri dayandırıram. Facebook. Deməli, hansı formaya düşdü? Bax, pis formaya düşdü. Yəni, bizim dizaynımız dağıldı. Bunun dağılmamasını təmin edən şey CSS-dir. Yəni, dizaynların gözəl çıxmasını təmin edən şey CSS. Bəli, aydın. Əla. İndi keçək, deməli, üçüncü. Biz dedik ki, HTML-dən və CSS-dən başqa bir də üçüncü bir əsasən də proqramlaşdırma dili var. Bu da adlanır JavaScript. JavaScript qısa olaraq JS-də yazılır. Bu yuxarıda dediklərimizdən biri etiketləmə, biri isə style şablonları dilidir. Amma bunlardan üçüncüsü isə JavaScript proqramlaşdırma dilidir. Yəni, mən əgər hər hansı bir əsgər düzəltsəm və bu əsgəri gətirib HTML vasitəsilə sayta əlavə etsəm, sayta əlavə etdikdən sonra bu əsgəri hərəkətə gətirmək üçün istifadə eləyəcəyim dilin adı JavaScript-dir. Misal olaraq mən göstərim. Deməli, JavaScript nə işə yarayır? Hətta mən bu teqin üstünə gəldim. Baxın, bu açıldığı pəncərə. Bu pəncərənin açılmasını təmin edən şey JavaScript əslində. Baxın, buradakı başqa əməliyyatlarımız var, tutaq ki, bizim hər hansı bir söz, video başladı hərəkət eləmək. Bunu təmin edən şey tələbələrimizin bizim tələbələrin yazdığı oyunlar var. O oyunlardan misal göstərim sizə. Tutaq ki, bizim tələbələrdən biri yazıb bu oyunu. Görək açılsın.
Belə deyək də, ekrandan şey gələ bilər görüntüyə görə. Baxın, bu oyun, hər kəs görür bu ekranı. Baxın, burada əsgərlər var. Əsgərlər qaçır. Sizə FPS-i zəif gələ bilər, çünki bu internetlə bağlı bir şeydir. Sizdə zoomdan gəlirdi. Ola bilsin əsgər zəif qaçır, amma buradan hərəkət elətlə mən bu kodu sizə göndərəcəm. Baxın, bunu təmin edən şey bu əsgərin qaçmasını təmin edən şey adlanır JavaScript. Məsələn, mən güllə atıram, görürsünüz, əsgər güllə atır. Güllə buradan azalır, baxın bu hissədə. Güllə azalır, əsgərin gülləsi uçur. Buradan bir əsgər güllə atır təzədən, o güllə uçur. Bu güllənin uçmasını təmin edən şey adlanır nə? JavaScript. Bir növ saytlarımızı hərəkətə gətirən resursun adı nədir? JavaScript-dir. Yəni proqramlaşdırma dilinin adı nədir? JavaScript-dir. Aydındır? Kiminsə nə sualı var? Aha, tamam. Məndən başqa bir sual var. Buyur. Mən bilmək istəyirəm. Adam nə üçün Zavat deyə demirsiniz? Necə? Bəzən Camal deyirsiniz ona görə. Burada mən sən... Adımı nə üçün? Camal deyirsiniz. Yox, Camal səndən yuxarıda olan yoldaşın adı. Bizdə Camal da var, Zavat da var. Camal da var, Zavat da var. Aydındır? Anladım. Qrupda Camal da var, Zavat da var. Yox, sənin adın Zavatdır, səhv eləmirəmsə. Düzdürmü? Babayev Zavat. Bəli. Camal isə digər yoldaşın adıdır. Düzdür? Kim idi Camal? Qasımov Camal, səhv eləmirəmsə. Düzdürmü? Bəli. Tamam. Başqa kimin sənə sualı varmı? Yoxdursa davam eləyək. Məsəl üçün mən sizə... Buyur. Kimin sənə sualı var idi? Müəllim, oyunu göstərdinizə, şagirdlərimizin hazırladığı. O normal oyun kimi, məsələn, WSD olur ya, məsələn, oyunlarda. Onlarla oynamalı, yəni əsl oyun kimi hazırlaya bilirlər. Bu əslində hal-hazırda biz dedik axı web proqramlaşdırmanı öyrəndik. Bunu biz hər hansı bir sayta qoysaq, siz oradan girib rahatlıqla oynaya bilərsiniz. Və yaxud da biz bunu Yox, mən səhv başa düşdüm. Oyunda məsələn siz bayaq oyunu idarə eləmək üçün də mousedan istifadə edirsiniz axı. Bəli. Amma təbii ki, bu W ilə oynayır. Bax, mouse-suz istifadə edirəm. Bax, mouse-u gətirdim, qoydum yuxarıya, görürsən ortadadır. Bax, D ilə vururam, oynayır. A ilə vururam, geriyə qalxır. Probeli vururam. Bəli. Bunu da eləyən nədir? JavaScript-dir. Bax, görürsən, oynayır. Hətta bu indi oynadığım isə nədir? Bunu mən sizə göstərəcəm. Bu kompüterin yuxarı-aşağı düyməsindən oynayıram hal-hazırda. Görürsən? Qaçır hal-hazırda, atəş açır. Bunu, bəli, təbii ki, eləmək mümkündür. Aydındır? Anladım. Tamam. Məsəl üçün, başqa nə var? Siz JavaScript-lə başqa bir çox şeylər eləyə bilərsiniz JavaScript-lə. Yəni, bir növ JavaScript-in məqsədi proqramlarda hərəkətliliyi, buna deyirlər dinamikliliyi. Dinamikliliyi, hərəkətliliyi təmin etmək üçündəki bu oyun, indi açılıb sizdə görsənəcək. Bu X0. Düzdürmü? Bəli. Aha, tamam. Baxın, bu X0 oyunudur. Baxın. Udan kimi deyir ki, oyun heç-heçə bitdi. Amma hal-hazırda burada bir dənə alqoritm xətası eləyiblər. Baxın, oyun udanda demir bizə kim udur. Bu indi oyunu sizlə yazanda belə bir oyun yazsaq biz sizlə, orada deyəcək ki, kim uddu, kim uduzdu. Aydındır? Bəli. Məsələn, burada bir başqa görək nə düzəldiblər. Məsələn, kalkulyator düzəldiblər başqa. Baxın, bu kalkulyatordur. Bizdə kalkulyator, baxın. Məsəl üçün yazıram 4, 5, üstəyənsin 3, artıq bir dəqiqə mən cavab verim. Deməli, baxın, bərabərliyi vuran kimi artıq mənə nə çıxacaq? 45-in üstünə 3 gəlin neçə eləyir? 48. Deməli, mənim kalkulyatorumda işləyir. Bundan əlavə bizdə məsələn saat düzəldiblər. Divar saatı var, baxın, o saatdır. Bu saat nə edir? Bunu da JavaScript-lə düzəldiblər. Görürsünüz? Saatı görürsünüz, hərəkət eləyir. Saat neçədir hal-hazırda onu göstərir və hərəkət eləyir. Məsələn, belə bir şey, bir çox şeylər. Məsələn, saytlar var bizdə, kiçik bir alış-veriş saytı düzəltmişlər. Onu da göstərim, keçək özümüz, bizdə tələbələrdə. Bunu da bizim tələbələr düzəldib. Görürsünüz? Baxın, burada məhsullarımız çıxır, görürsünüz? Şəkilləri çıxır, satın alma düyməsi. Bəli, buyurun. Bəs bu saytları hazırlamaq üçün bizə hər hansısa bir proqram lazımdır, yoxsa Chrome-un özündən olur? Sadəcə HTML, CSS və JavaScript. Aydındır? Və bu saytın açılması üçün də bizim ehtiyacımız var. İndi onlara gələcək. Nəyə ehtiyacımız var ki, bu saytlar açılsın özü ilə bağlı? Sual yoxdursa, keçim növbətimə. Cavad, nəsə sualın var sənin? Səsim gəlir mənim sənə? Mən səsiniz gəlir. Bir dənə sual vermək
Deyirəm əlavə. Buyur, dinləyirəm səni. Proqram, həmin sizin dediyiniz proqramları yaratmaq üçün hansı proqram istifadə etmək lazımdır? Baxın, bizim bayaqdan göstərdiyimizdə, düzdürmü? Oyunları, saatları və s. bunları da, düzdürmü? Bunun üçün HTML, CSS və JavaScript-i bilmək kifayətdir başlanğıc üçün. Aydındır? Yəni biz burada yazırıq, görürsünüz. HTML nə üçündür? O şəkilləri ora qoymaq üçündür. CSS nə üçündür? Onlara ölçü vermək üçündür. JavaScript nə üçündür? JavaScript onları hərəkətə gətirmək üçündür. Aydındır? Aha, tamam. Mən soruşurdum hansı proqramdan eləmək olur? İndi ora gəlirik biz. Bunlar əslində kodlama dilidir. Yəni biz kod yazırıq, o müəyyən kodlar çevrilir, proqram olur. İndi biz sizlə o kodları yazacağıq. Aydındır? Hansı proqramlarla yazmaq lazımdır, onu deyəcəm. Baxın, biz bayaqdan mənim sizə göstərdiyim var idi, proqramlar var idi ya burada. Məsəl üçün, onun əslində özünün bir kodu var, kod hissəsi var. O kod hissəsinə necə çatdırır, indi onu mən sizə göstərəcəm. Bu dediyimiz şeylərin hər biri, baxın, HTML, CSS, JavaScript əslində kodlama dilidir. Bunların müəyyən kodları var. O kodları yazırıq, kodlar çevrilir, proqram olur. Bu kodları yazmaq üçün bizim, HTML, CSS, JavaScript yazmaq üçün bizim ehtiyacımız var bir dənə mətn redaktoruna, yəni kod yazma proqramına. Bu kod yazma proqramı ən sadə dildə budur. Baxın, sağ klik eləyirik, ən sadəsi budur. Burada yeniyə gəlirəm, text dokumentə gəlirəm. Baxın, ilk proqram. Sonuna da gəlirəm, yazıram nöqtə, teksti silirəm, yazıram HTML. Artıq mənim bu proqramım çevrildi oldu. Bayaqdan düzəltdiyim proqram oldu nə? HTML faylı. Aydındır? Biz amma bu tekstin istifadə eləyəcəyimiz proqramın adı adlanır Visual Studio Code. Visual Studio Code. Baxın bu. Visual Studio Code vasitəsilə biz kodlarımızı yazacağıq. Və yazdığımız kodu işə salmaq üçün bizim ehtiyacımız var. Bir ədəd brauzerə. Brauzer nədir? Yəni Google Chrome, Opera və yaxud da Mozilla və s. Aydındır? Deməli, bizim ehtiyacımız var 2 dənə proqrama. Visual Studio Code və yaxud da bu Sublime Text ola bilər. Amma mən Visual Studio Code-u tövsiyə edirəm, çünki bu ən çox geniş istifadə olunan bir proqramlaşdırma, proqram kod editorudur və bir çox yerlərdə, belə deyək də, şirkətlər falan bundan istifadə edir və rahatdır istifadəçi. Google Chrome-dakı ən müasir brauzerlərdəndir. Brauzer nədir? Sayta girməyimizi təmin edən proqram. Hər hansı bir sayta və yaxud da hər hansı düzəltdiyimiz proqramlarımızı açmaq üçün. Məsələn, mən bayaq əsgər oyunu düzəltdim və yaxud da bayaqları sizə göstərdim. Tutaq ki, orada alış-veriş saytı. Onu açmaq üçün istifadə etdiyim proqramın adı, proqramların tipi adlanır brauzer. Mən də istifadə edəcəm Google Chrome-dan. Əgər sizdə başqa brauzerlər varsa, problem deyil. Amma əsasən ikisi olsa daha yaxşı. Sual verə bilərəm. Bizdə proqram, buyur. Mən əvvəllər Visual Code Studio'da problem olmurdu. Sadəcə kompüter, yəni mən istəsəm də ki, Google Chrome-dan açmağı, onun yerinə gedib Microsoft Edge nəyinə açırdı. Mən kodu düz yazmağıma... Onun aidiyyatı yoxdur. Bax, onu belə eləyirsən. Gəlirsən, sağ klik eləyirsən. Məsələn, proqramı düzəldibsən, tutaq ki, proqramı düzəldibsən. Amma o proqram gedir Microsoft Edge ilə açılır. Düzdürmü? Üst tutaq ki, burada bir dənə proqram yaradım. Məsəl üçün, yaradıram ki, a.html. Düzdürmü? Bunun üstünə gəlirik, sağ klik eləyirik. Ən sonda Rusca svojstva və yaxud da İngilis görürsən, dəyişmə. Rusca, orada səndə Ruscadsa Rusca yazılır. Change vurursan, buradan seçirsən, görürsən. Mən indi istəsəm bu Microsoft Edge ilə açılsın. Microsoft Edge-in üstünə qoyub ok vursam və buradan da ok eləsəm, artıq gördün, Microsoft Edge oldu. Bu görürsən. İndi bunu Chrome eləmək istəsəm, yenə də sağ klik eləyirəm, Property-yə gəlirəm, Change eləyirəm. Bu dəfə də Google Chrome-u seçirəm, ok vururam. Ok vurduqdan sonra artıq çevrildi oldu Chrome. Aydındır? Aydın oldu mu? Aha, davam eləyək. Aydın oldu, ancaq arada biraz səsiniz qırıldı. Harada, belə deyək, bu əslində videoya düşüb, qısa da deyim, sağ klik eləyəcəm, Property-yə gələcəm, Change vuracam, Change vurduqdan sonra açılacaq mən hansı proqramdan istəyirəm, onun üstünə vurub OK eləsən, artıq həmən o proqrama keçəcək. OK? Davam eləyək? Tamam, dərsimizə davam eləyək. Deməli, mənim kod yazmağım üçün ehtiyacım olan, deməli 2 dənə proqram var. Gəlin bunları necə yükləyə bilərik, onu göstərək, bağlayayım.
Studio Code, sonra ingiliscə və yaxud da türkcə indir də yaza bilərsiniz. İngiliscə download yazıram. OK vuran kimi, baxın, məni göndərir Visual Studio Code. Ki, bunu yüklə, bunu yüklə. Baxın, burada Windows var, görürsünüz? Windows, yəqin ki, hər kəsdə Windows'da da, düzdürmü? Başqa əməliyyat sistemi olan var? Hər kəsdə Windows'da kompüter, düzdür? Yəqin ki, Windows'dur. Windows'un üstünə klik eləyən kimi artıq nə olacaq? Yükləmə başlayacaq. Sonra siz üstünə klik eləyib yükləyəcəksiniz. Adi iqra yükləmək kimi bir şey. Mən köməklik eləyərəm. Qrupda yazar ki, mən yükləyə bilmədim, mən ona köməklik eləyərəm. Oldu mu? Oldu. Tamam. İndi gəlin ilk proqramımızı yaratmağa. İlk proqramımızı yaratmağa. Cavad, başa düşdün bizim proqram yazmaq üçün nəyə ehtiyacımız var? Bəli. Əla. Deməli, nəyə? Visual Studio Code'a, bir də Chrome-a. Google Chrome-a. Aydındır? Bəli. Əla. İndi gəlin, bir dənə ilk proqramımızı yaradaq. Sizi çox yormadan kiçik bir dənə proqram düzəldək və dərsi yekunlaşdıraq. Növbət dərslərimizdən artıq biz keçəcək, belə deyək də, daha çox kod yazmağa. Bu dərsimiz tanışlıq olduğu üçün çox sizi yormayacağam. Deməli, proqram yaratmaq üçün həmişə ilk olaraq biz başlayırıq bir dənə papka yaratmaqdan. Buna qovluq deyirik. Azərbaycanca qovluqdur, papka yaratmaqdan başlayırıq. Gəlin belə bir şey eləyək. Qovluq yaratmamışdan qabaq JavaScript barədə kim danışa bilər? JavaScript nə işə yarayırdı? Kim danışa bilər aramızda? Buyur Camal, danış. Mən JavaScript orada gördüyümüzləri hərəkətləndirir. Bəli. Yəni veb saytımızda olan hər hansı bir şeyə, şəkilə, yazıya hərəkət vermək üçündür, hesablama aparmaq üçündür, aydındır? İndi onda gəl eləyək. Cavad, sən danışa bilərsən ki, mənim kod yazmaq üçün, proqram düzəltmək üçün nəyə ehtiyacım var? Yəni proqramı mən nə ilə düzəldirəm? Deyə bilərsən Cavad? Proqramlar düzəltmək üçün Visual Studio Code, Google Chrome, HTML, bəli, sonra CSS, GSS, bəli, bir də nə? JavaScript. JavaScript, bəli, GS də deyə bilərik ona. İndi bəs mən bir dənə sual verirəm. Buyur, buyur. Sizin də bizə göndərdiyiniz şu Visual Code Studio'da içində pluginlərlə gələcək, yoxsa pluginləri özümüz onları biz istəsək yükləyə bilərik. Yəni narahat olma. Biz o pluginləri istəsək yükləyə bilərik. Xeyr, pluginlərlə gəlməyəcək. Amma pluginləri yükləmək çox asandır. Özünün orada yükləmə yeri var, ora vururuq və bizim başlanğıcda da heç bir pluginlər yükləməyə ehtiyacımız yoxdur. Aydındır? Yəni başlanğıcda biz ən sıfırdan başlayacağımız üçün bizim başlanğıcda pluginlərə ehtiyacımız olmayacaq. Növbəti mərhələdə ehtiyac olduqca göstərəcəm ki, bunu yükləyin, bunu yükləyin. Aydındır? Aydındır. Tamam. Bəs indi kim mənə deyə bilər? Bunlardan hansı proqramlaşdırma dilidir, hansı etiketləmə dilidir, hansı style dilidir? Deyə bilərəm. Buyur. HTML etiketleme dilidir, CSS style dilidir, JavaScript'dəki proqramlaşdırma dilidir. Bəli, tamamilə doğrudur. Kiminsə nəsə sual var mı bura qədər olan hissələrlə? Əla. Kiminsə sualı var? Xeyr. Əla. Davam eləyək indi. Gəlin ilk proqramımızı düzəldək. Proqramlaşdırmada əvvəl məşğul olan yoldaşlarımız bilir. İlk proqram nədir? Salam dünyanın ekrana çıxarılması. Düzdürmü? Gəlin biz də ilk proqramımızı yazaq və salam dünya mətnini ekrana çıxardaq, sualları alaq və davam eləyək. Baxın, biz proqram yaratmaq üçün bizim ehtiyacımız olan birinci şey bir qovluq yaratmaqdır. Sağ klik eləyirəm, new vururam, folder vururam. Yəni burada sizdə papka da ola bilər. Folder vurduqdan sonra mən başlayıram ad yazmağa. Bu folderi ad verirəm. Məsəl üçün mən adını qoyuram dərs 1. Aydındır. Dərs 1-i qoyduqdan sonra daxil oluram bu dərs 1-in içərisinə. Baxın, içəridə heç nə yoxdur ki. Bəli. İkinci edəcəyim şey, Visual Studio Code'u açmaqdır. Visual Studio Code, biz dedik ki, kod yazmaq üçün, proqram yazmaq üçün bizim ehtiyacımız olan şey Visual Studio. Mən fayl bölməsi, folder var. Open. Bayaqlar dərs 1-i tapıram, üstünə klik eləyirəm. Ona klik elədiyimdə artıq mənim sol tərəfdə gəlib bayaqki qovluğum düşür. Və indi kodlarım artıq bunun içərisində gedib. İndi gəlin ilk proqramımızı düzəldək. İlk proqramımızı digəri də dərs 1-i də gətirin. Mən gəlirəm bura, baxın, yenə də fayla və yaxud da burada plus var. Bu plusun üstünə vururam, ad qoyuram. Adımız nə olsun? İlk
proqram. Nöqtə nə idi bizdə dedik? Nöqtə HTML. Aydındır. Nöqtə HTML. Baxın, enterə vurduğum artıq burada. Aydındır. Görürsünüz? İndi keçəcəm, indi kodam. Bu proqram sadəcə hal-hazırda ağ vərəqdir. Heç nə yoxdur deyə içərisində ağ vərəq olaraq görsənəcək. Gedəcəm kodları yazacağam, o ağ vərəq proqram kimi mənə görsənəcək. İlk olaraq, baxın, bura mən əgər salam yazsam da, bu ekranda çıxacaq. Salam yazdım, yaddaşa verdim, yaddaşa Ctrl+S və yaxud da buradan faylın üstünə klik eləyib, burada save düyməsi var, baxın, save düyməsinə klik eləsəm belə yaddaşa gedir. Səhifəni refresh eləsəm, mənim salam mətnim artıq gəlib, bura düşəcək. Amma HTML-də kodlar bu cür yazılmır. HTML-də başlanğıc teqləri var. Bunlar adlanır, baxın, indi yazdığımız kodlar adlanır teqlər və yaxud da etiketlər. Etiketlər kiçik dir işarəsi ilə açılır və kiçik dir işarəsi ilə də bağlanır. Mən HTML yazmağa başlayanda ilk olaraq kiçik dir işarəsi qoyub, nida yazıb, doctype HTML yazıram. Doctype HTML nə işə yarayır? Mənim faylımın HTML-in 5-ci versiyasında, yəni ən son versiyasında olduğunu, yəni mənim proqramımın HTML-in ən son versiyasında olacağını bildirir. Aydındır? Baxın, kodu buraya yazılı ekrana heç nə vermir. İkinci yazacağım kod nədir? HTML. Bu mənim artıq bayaqlar dediyi saytlar adam kimidir. Artıq adamın gövdəsini düzəltdim. Yəni HTML teqi vasitəsilə HTML faylımı yazmağa başladım. Baxın, səhifəni refresh edirəm, yenə heç nə çıxmır. Çünki mən hələ sadəcə arxa hissədə olan bəzi, belə deyək də, mühiti hazırlayıram. HTML teqi bizim saytımızın ön hissəsi bu iki hissədən ibarətdir. HTML teqlərimizi yazdıqdan sonra mən burada gəlirəm, HEAD, yəni hid teqini açıb bağlayıram. Hid teqi istifadəçinin görmədiyi teqdir və buna deyirlər baş hissə, başlıq hissə. İstifadəçi bunun daxilinə yazılan kodları görmür. Sadəcə bu saytımızın bəzi konfigurasiyalarını aparır, dili təyin eləyir, sonra yazı tipini təyin eləyir və s. Keçirəm hidin aşağısına, yenə də yazıram body. Body də ingiliscədən tərcümədə bədən, gövdə deməkdir. Hid ingiliscədən tərcümədə baş, body də ingiliscədən tərcümədə gövdə deməkdir. Artıq body hissəsində, baxın, teqlər bu cür açılır. Kiçik dir işarəsi qoyulur, teqin adı yazılır, böyük dir işarəsi qoyulur. Və bir də bu teqin açılışı adlanır. Teqin bir də bağlanışı var. Kiçik dir işarəsi qoyulur, bölmə işarəsi qoyulur, görürsünüz sonuna. Ekranı hər kəs görür. Kiçik dir işarəsi qoyulur, bölmə işarəsi qoyulur, sonra hid yazılır. Bu da nədir? Teqin bağlanış hissəsidir. Aydındır? Tamam. İndi gəlin belə bir şey eləyək. Mən ekranda bu ilk proqram sözünü dəyişmək istəyirəm. Gəlin bunu eləyək. Keçirəm hid-də bura, görürsünüz. Bura yazılıb ilk proqram.html. Keçirəm bura yazıram. Title açdım, bağladım, görürsünüz. Və keçirəm title'ın içərisinə. Baxın bura. Yazıram ki, məsəl üçün, belə eləyək, Cavad yazaq bura. Cavad. Yoldaşlarımızdan birinin adı. Yaddaşa verdikdə, yaddaşa nə ilə verirdik? Ctrl+S və yaxud da buradan. Baxın, fayla girirəm, save-ə klik eləyirəm, artıq yaddaşa verdim. Səhifəni refresh eləyəndə bura baxın, bu yuxarı hissəyə. Yəni, diqqət edin, bu yuxarı hissəyə. Oldu, Cavad oldu. Artıq mənim proqramımın adı bizim yoldaşlardan birinin adı oldu. Aydındır? Tamam. Əla. İndi keçək bir də saytımızın dilini təyin eləməyə, yəni simvolların dilini. Bunu belə eləyirik. Meta teqini açırıq. İçərisinə yazırıq charset UTF-8. Charset UTF-8 yazdıqdan sonra, baxın, meta charset UTF-8. Bunu niyə yazırıq? Bəzi brauzerlərdə, yəni Chrome-dan başqa bəzi köhnə brauzerlərdə Azərbaycan şriftləri, bura nədir? Ğ-dır, I-dır, bunlar dəstəklənmir. Bunların dəstəklənməsini təmin etmək üçün mən buraya yazıram ki, charset UTF-8. Əgər bunu yazmasam, Azərbaycan şriftlərində olan sözlər dörd bucaq, yəni və yaxud da sual işarəsi formasında ekranda çıxmamağa başlayacaq. Aydındır? Aydın oldu bura? Bəli, aydındır. Mən charset yazmasam nə olar? Tamam. İndi keçək kodumuzu yazmağa. İndi ekranda bir şey çıxartmağa çalışaq. Baxın, HTML-də sözlər teqlərin, etiketlərin arasına yazılır. Mən ilk olaraq sadə proqram deməyə salamlama ekranı düzəldəcəm. Teqi açıram, ingilis dilinə keçməliyəm mən. İngilis dilinə keçim. Teqi açıram, yazıram H1.
H1 yazıb içərisinə salam. Məsəl üçün gəl Javada salam deyək də. Salam, elə Javadın səhifəsi olduğu üçün Javad. Yazdım. Bax, Ctrl S eləsəm və yaxud da buradan nə olacaq? Ekrana salam yazısı çıxacaq. Salam Javad yazısı çıxdı. Amma niyə salam Javad yazısı qalın çıxdı? Onu təmin edən şey bu teqlərimizdir. Bax, bu etiketlərimiz bu salam Javad yazısına təmin edən şeydir. Yəni bizə qalın formada çıxardan teqdir. Bunlar adlanır başlıq teqləri. Aydındır? Aha, bu başlıq teqlərinin 6 dənə növü var. Bunlardan biri, baxın, H2 salam yazaq elə burada. Sonra H3, H4, H5, H6. Deməli, ikinci oldu. H3 var. H3. Sonra H4 var. Sonra H5 var. Sonra H6 var. Yaddaşa versəm, baxın, salam sözü böyükdən kiçiyə doğru böyüyəcək. Deməli, buradakı rəqəmlər böyüdükcə avtomatik yazılarımız nə olur? Başlayır kiçilməyə. Aydındır? Kiminsə nəsə sualı varmı bura qədər olan hissə ilə? Başa düşdük. Aha, onda gəlin belə eləyək. Mən bu dərsi çox yükləməyəcəm. Sizin növbəti dərslərimizdən artıq biz şəkillər necə qoyulur, videolar necə qoyulur, mətnlər necə qoyulur və yavaş-yavaş gedəcəyik. Bu günləri mən dərsi burada saxlamaq istəyirəm və kim başa düşüb, kimin nəsə sualı varsa buyursun desin. Kim izah edə bilər bu kodları yuxarıdan aşağıya? Edə bilərəm. Buyur, izah elə. İndi HTML kodun yazılacağı əsas hissədir. Head oradakı, yəni orada yazılacaq hissəsi də title başlıq deməkdir. Yəni oradakı Java yazdığının başlığı, sonra orada meta nədir? Meta o dili seçmək üçündür. UTF-8 yazılar, TR yazılar, AZ yazılar. Yəni o hansı dildə seçildiyini göstərməkdir. H1, yəni bu sözləri yazmaq üçündür, məsəl başlıqları yazmaq üçündür, məsəl üçün ora B də yaza bilərik, məsəl üçün söz qadın. İndi o B-ləri növbəti mərhələdə keçəcək, bəli. Bunların məqsədi nədir? Hər hansı bir mətnə başlıq vermək üçündür. Ölçünü də yenə deməli nədir? Ölçü necə gedir? Başlıq teqlərinin ölçüsü kiçikdən böyüyə doğru gedir. Aydındır? Bəs Javad, sən deyə bilərsənmi ki, bu teqləri bax, biz bura niyə adi salam yazmırıq? Adi salam deyə bilərsən? Böyüklüyünə, kiçiliyinə görə. H1, H2, H-lar yazmağımız da B. Həmin o sözlərin böyüklüyünə aiddir. Bəli, qalın formada, böyük formada olmasını təmin eləmək üçündür. Aydındır? Bəli. Camal, sən başa düşdünmü? Sənin nəsə sualın varmı burada? Bəs sən mənə deyə bilərsən bu title var, bax bu nə üçündür? O müəllim başlıq. Bax, burada yazılan başlığı göstərmək üçündür. Görürsən? Mən əgər burada Camal yazsam nə olacaq? Bəli. Mən burada Camal yazsam, bəli, Camal üçündür. Bəli, Nida ilə doctype HTML yazırıq. O nə üçündür? Şəkillər bilmək. Yox. Bu HTML-in son variantını istifadə etdiyimizi göstərmək üçündür. Aydındır? Bəli. Əla. Dərsimizi yekunlaşdırıram burada uşaqlar. Kiminsə nəsə sualı varmı? Müəllim, bu ekran görüntüsünü siz kayd edirsiniz. Sonra biz buna girib baxa bilərik. Göndərəcəm sizə, bəli. Ha, oldu. Okay. Kiminsə nəsə sualı yoxdursa, dərsi yavaş-yavaş yekunlaşdıraq. Oldu mu? Çox sağ olun uşaqlar. Təşəkkürlər. Dərsliyi də mən sizə göndərəcəm yəni. Oldu mu? Bəli. Sağ olun.